Xocalı soyqırımı memorialındayıq. Memorialı 4 tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımdan xilas etməyə çalışan rəmzi əllər formasında layihələndirilib. Ümumilikdə isə memorial 4 hissədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb. Ziyarətçiləri girişdə Faciənin Siması adlı installyasiya qarşılayır. İnstalyasiyanın müəllifləri Rəşad Ələkbərov və Azər Rüstəmovdur. Birinci ekspozisiya zalında Xocalının tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Xocalı soyqırımı ilə bağlı foto və video materiallar əks olunub. Bundan başqa, birinci ekspozisiya zalında Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi və bu qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin mühüm rolu vurğulanır. Bundan başqa, birinci ekspozisiya zalında gənc rəssam Sərxan Hacıyevin hazırladığı Bir gecənin içində səssiz qalan evlər adlı video installyasiya nümayiş olunur. İkinci ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi layihələr və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Xocalıya Ədalət Beynəlxalq kampaniyası haqqında geniş məlumatlar təqdim olunur. Memorial ərazisində Xocalının xəritəsi də tərtib olunub. Məsələn, burada kətik meşəsinə toxunduqda sağ tərəfdəki ərazidə həmin yerin işığı yanır. Xocalı şəhər hava limanı, Naxçıvanlı yolu və Qaraqaya, Şelli kəndi istiqaməti. Məhz Xocalı şəhərindən və kəndlərdən çıxıb Ağdam istiqamətinə getmək istəyən Xocalı sakinləri də bu ərazilərdə faciənin qurbanlarına çevrilmişdilər. Xocalı soyqırımı memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.